Bir ətək pul verəsən ki, nə var qatlanan telefonum olacaq. İdeal nazik deyirsinizsə, yox, bu yanlış olar. Lakin Fold seriyasına görə ən incə smartfondur bu. Yeni kanalıma dəstək olmaq üçün abunə olun. Mən videoya başlayıram. Mən Nurlan, hamınızı salamlayıram. Texnoloğun bugünkü qonağı Samsung Z Fold 7-dir. Smartfonu mənə çəkiliş üçün İrşad təqdim edib. Niyə görə bir ətək dedim? Çünki telefonun hazırki qiyməti 3699 manat 99 qəpikdən başlayır. Ənini pozmayaraq keçirik qutu açılışına. Elə də qutu açılışı deyirəm ki, qutunun içində heç nə yoxdur. Bir telefondur, bir də şarj kabeli. Yəni şükür ki, şarj kabelini qoyublar. Beləcəsə qutunu da yığışdıracaqlar. Nəysə, başlayaq. Hal-hazırda karabkadan mən. Burada Z Fold'un özünü qoyublar. Burada da şarj kabelini qoyublar yəqin ki. Gəlin elə Z Fold'un özünü çıxartmamış bu. Bunu açaq, bu çıxır buradan. Aha, iğnə də var. Nə əcəb? Görə şarj kabeli nədir bunun? Bu necə açılır? Hə, bu belə olur. İki tərəfli Type-C olan şarj kabeli. Nə əcəb? İkinci dəfədə artıq məni təəccübləndirməyə bacarırlar. Hətta iğnə də qoyublar, sağ olsunlar. Bir də təbii ki, bu hamının maraqla oxuduğu, heç düzdür tutmamışam. Bu məlumat kitabçaları heç mənə lazımdır. Və əsas məsələ Samsung Z Fold 7-nin özü. Qutudan çıxardırıq. Telefonun incəliyinə baxın. Bir də qutunun qalınlığına baxın. Birinci olaraq mən bir dənə bu plyonka açmaq. Baxın səsə sakit. Elə bu. Nəysə. Bunda həvəsimi ala bilmədim. Evi yox. Bundan həvəsimi almadıqsa telefonu qatdalayırıq. Keçirik əsas ikinci ekrana. Sakitdən səsə baxın. Heç səs də çıxmır bundan. Nəysə, bunu da buraya yapışdıraq, qalsın burada. Və qarşınızda Samsung Z Fold 7-dir. Bu rəngin adı Shadow Blue'dur. Çox gözəl rəngdir. Gözəllikdən əlavə çox premium görünür. Yayın cırhacırında iyul ayının axırlarında təqdim olunan Samsung Z Fold 7 çox maraqla qarşılandı. Mən deyim ki, bu dəfə Samsung nəinki öz sevərlərini, hətta öz sevməyənlərini də təəccübləndirməyə bacardı. Çünki bu Z Fold o qədər incədir ki, qatlananda belə, baxın, incə demək olar. Bax, bu xoşum gəldi. Qabaqçı modelləri əldə tutuşu narahat idi. Bu isə çox rahatdır. Qatlanmış vəziyyətdə belə sanki əlində adi bir telefon tutmusan. 215 qram ağırlığındadır. Bağlı halda, yəni bu vəziyyətdə 8,9 mm qalınlığı var. Daha doğrusu incəliyi. Açıq vəziyyətdə isə 4,2 mm incəliyi var. Müqayisə üçün deyirəm, iPhone 17 Pro Max-ın qalınlığı 8,8 mm-dir. Mənim fikrimcə, bu telefon əsas biznes adamlarının telefonudur. Zəng qəbul elədin, zəng elədin, mailləri yazdın, yoxladın, lazım olanda YouTube, Instagram, internet surfing falan və salam. Gördüyünüz kimi çox nazik bir çərçivədir. Hətta bu çərçivənin özü də çox nazikdir. Yan hissədə səs azaldıb çoxaltma və bloklama, eyni zamanda telefonu işə salıb bağlama düyməsini görürük. Aşağı hissədə Type-C portu şarj kabeli üçün və mikrofonlar burada görürük. Bir də dinamik burada var bir dənə. Sağ tərəfdə heç nə yoxdur. Yuxarıda yenə dinamikdir, SIM yuvasıdır və 2 dənə mikrofon görürük. Telefonu işə salım, ondan sonra keçəcəm parametrlərindən danışmağa. Daha doğrusu xarakteristikalarından. Aha, Samsung burada da həmçinin Samsung Galaxy. Yenə mən bu qurulum məsələsini vaxt çox getməsin deyə ötürdüm. Əsas ekran belə görünür. Cover dedikləri örtük ekran belə deyək. Yuxarı ekran isə belə görünür. Keçək xarakteristikalara. Telefonun üst ekranı 6,5 inçli LTPO AMOLED 2X 120 Hz tezlikdə bir displey ilə təchiz olunub. Corning Gorilla Glass seramik içi örtü ilə daha möhkəm olub. Ekran təsviri 1080-in 2520 pikseldir. Ekran piksel sıxlığı isə 422 ppi-dir. Bu demək ki, daha dərin rənglər görə biləcəksiniz. Qatlanıla bilən ekranı isə yenə LTPO AMOLED 2X ekranlı 120 Hz tezlikdədir. 2600 nit maksimum parlaqlıq və HDR10 Plus dəstəyi var. Onu da deyim ki, hər iki ekran maksimum nazik çərçivə ilə təchiz olunub. Bayaq dediyim kimi, ekran çərçivəyə nisbəti təxmini 90%-dir. Bu ekranın isə ayırd etmə pikseli 1968-in 2184 pikselədir.
hardasa 2K plus. Ekran böyük olduğu üçün rəng sıxlığı üst ekrandan biraz azdır, 368 ppi. Lakin bu da kifayət qədər detallı rənglər verməyə bəs eləyir, hətta artır belə. Mən heç bəyənmirdim bu qatlanan telefonları, çünki aradakı qatlanma izi adamın gözünü narahat eləyirdi. Fold 7-də isə bu qat izi minimum bilinir. Yəni əlinizi səthə çəkəndə hətta bilinmir ki, burada qatlanma izi var. Biraz işığa tutanda bilinir ki, burada nəsə bir qatlanma izi var. Ekranda nazik şüşə qatı var. Həm də titan piltə və elastik yapışdırıcı çox qatlı struktur sayəsində ekran daha davamlı olubdur. Samsung deyir ki, 500 min qatlanmaya qədər dözə bilər. Bu da orta istifadəçi üçün hardasa təxmini 10 ilədək bəsdir. Ekran qədər prosesorla fikirləşiblər. Yəni biznes telefonu dediyimə baxmayın, oyunlar da rahat şəkildə oynaya bilərsiniz. 3 nanometrli arxitekturada Snapdragon Elite 8 prosesorla təchiz edilib telefon. Qrafik tərəfdə də yaxşıdır. Adreno 830 qrafik çipi yerləşdirilib 1200 Hz tezliyinə. Əməliyyat sistemi Android 16 ilə gəlir və 7 nəsil yenilənməyə dəstəklənəcəyi deyilibdir. 256 və 512 GB yaddaşa sahib Z Fold 7-lər 12 GB RAM, 1 TB Z Fold 7-lər isə 16 GB RAM ilə təchiz olunub. İrşadda hal-hazırda 256 və 512 GB yaddaşlı versiyaları var. Mən demirəm, sayt belə göstərir. Məndə olan telefonda 256 GB yaddaş və 12 GB RAM-la təchiz olunub. Batareyadan danışım, sonra keçirəm kameraya. Ən belə telefon ürək mövzusu. 4400 mAh batareyaya sahibdir. 25 Watt sürətli şarj ilə 0-dan 50-yə 30 dəqiqədə olur. 15 Watt naqilsiz şarj doldurma dəstəyi, 4,5 Watt isə əks enerji ötürür. Şarj doldurma məsələsini özüm şəxsən yoxladım. 20 Wattlıq bir adapterlə telefonu şarj etdim. 50% təxmini 36-35 dəqiqəyə doldurdu. 1 saat isə telefon 80-81% şarja çatdı. 15 Watt naqilsiz şarj, 25 Watt sürətli şarj məsələsində elə bir addım geridə qalıblar. Bəlkə də nəsə səbəbləri var, mən bilmirəm. Siz bilirsinizsə şərhlərdə fikirlərinizi gözləyirəm. Keçək kameraya. Arkada 3 ədəd əsas kamera var. Arxa kameraların ən əsası 200 megapiksellik kamerada 24 mm lens ilə 1,7 diafragmada geniş bucaq kamera kimi təqdim edilir. Digər telefoto kamera isə 10 megapiksellik 2,4 diafragmada 64 mm lens ilə təqdim olunub. Ultra geniş kamera isə 12 megapiksellik 13 mm lens ilə təqdim olunub və 120 dərəcə bucaq altında çəkiliş edə bilər. Ön kameralardan isə üst ekranda, yəni burada 24 mm-lik 10 megapiksellik 2,2 diafragmada təchiz olunan bir kamera var. Burada yenə 10 megapiksellik 2,2 diafragmada bir kameradır, lakin 18 mm-lik ultra geniş kameradır. Smartfonun maksimum 8K 30 FPS-ə qədər video çəkmə özəlliyi var. Əsas və telefoto kameralar isə optik sabitləyici ilə təchiz olunub. Video çəkiliş zamanı titrəmənin qarşısını almağa kömək edir. Daha demirəm, Oppo-nın düşün video dümdüz gələcək, yox, belə bir şey yoxdur. Samsung Z Fold 7 olduqca premium bir telefondur. Əlinizə alanda artıq özünüzü bir biznes adamı kimi hiss eləyə bilərsiniz. Kanalıma dəstək olmaq üçün abunə olmağı unutmayın. Əgər unutduğum, fikrimdən çıxan və yaxud da vurğulamadığım bir mövzu varsa suallarınızı gözləyirəm. Şərhlərdə mütləq suallarınızı yazın. Hələlik növbəti videolarda görüşərik.